Bəli, hamıya salamlar dostlar. Yeni videomuza xoş gəldiniz. Gördüyünüz kimi tabi rahat bir 5-6 dənə qoyun başı gətirdim, ayağa gətirdim. Ya indi yarısını bölüb 2-3 verirəm. Orada indi qoyun başı zadı çoxdur. İndi yeməyi də gətirəcəm. Belə normal yeməyi də var. Çünki belə normal başla zadla olmaz. Toyuq suyu, toyuq əti suyu ilə çörək qarışımı. Yəni yalpa kimi bir şey. Yalçın bir şey deyəndə, yəni şeydə ət suyu ilə çörək. Qoymuşam qızsın. O üçün bunları içsin. Qəşənglik valla bu iş. Görək yeməğimizdir. Gördünüz kimi dostlar. Böyle et suyuyla çörək. Dostlar gözləyirdim soysun. Tabii. Gördünüz kimi dostlar. Yiyir. Et suyu çox faydalıdır. Yəni qışda həmən ihtiyacınız ancaq belə yemək verir. Çox xeyirlidir dostlar bu et suyu. Biz niyə həm iti yağlandırır, kökəldir. Həm də protein verir. Yəni bəzən yumurta da qatıb verirəm. Bu toyuq ayağı suyudur. Toyuq qənədi, toyuq ayağı. Ama bakın görün ne deyir. Var kimi yiyir biz. Şimdi inşallah başka şeyler de var. Yani itə qoyun sürmək üçün. Onların videolarını çəkib atacağım. Yəni çox adam bilmir. İtə yəni ən hasan şəkildə yemək vermək qaydası. Yəni həm qiymət baxımından çox ucuzdur, sərfəli. Həm də yəni iti doyuzur. İnşallah gələn videomuz olacaq. Yaxşı dostlar, sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək kanala abunə olub, like atmağı, videolara yorum atmağı unutmayın. Sağ olun, salamat qalın.